Yani ömrüm boyu insanlara kömək eləməklə məşğul Tamam olmuşam. müəllim, Salyan təşkilatının sədri. Onu da xeyrin görmüşəm Allah tərəfindən. Həmişə yol açıq Allah'ım. Mən bundan əvvəlki təşkilatda olmuşdur. Ramiş Şoğun dövründən elə dövrlə qədərdir. Və sonradan qoşuldum, Səhər müəllim yaratdığı Bakı İctimai Nəzarət Təşkilatına və gördüm ki, özüm ciddi adamam. Hər işlədiyim sahələrdə həmişə insanlarla ciddi işləmişəm. Və gördüm ki, müəllim həm təmiz, həm də ciddi bir rəhbərdir. Ciddiyyət olan yerdə inkişaf var, irəliləyiş var. Bizim də qəlbimiz yanır da, dövlətimizi sevirik, ölkəmizi, millətimizi sevirik. Ölkəmizin başında duran Cənab Prezidentimizi sevirik, dəstəkləyirik və ona görə də biz ürəklə çalışırıq ki, bu sahədə işləyək. Allah şəhidlərimizi rəhmət eləsin. Mən sizə deyim ki, kişi olmağıma baxmayaraq mən bu anım günündə inan qəlbən o qədər ağladım ki, o uşaqların, o atası uşaqların şəhidləri, onu bilməyənə insan demirəm mən. Allah onları qəlbən rəhmət eləsin. Nə qədər varıq ki, onlar bizim qəlbimizə yaşayacaq. Və biz özümüzə borc bilirik ki, təşkilat olaraq insanlara kömək edək. Və mən də Salyanda əlimdən nə gəlir eləyirəm, hamısı bu ictimai təşkilatın adı ilə. Allah can sağlığı versin, inkişaf edək. 2 il yarım münasibətindən hamımızı təbrik edirəm. Və gün oyun olsun, gəlsin, pillə biz hələ neçə illəri qəbul edək. Bir günlərdə mən baxıram, maşallah, hamısı ziyalı xanımlardır. Heç bir gözəl danışa bilmir, həqiqətən görürəm, doğrudan da ziyalı. Gözəl, heç bir sözlər səhv olmadan gözəl çıxışlarıyla. Mən fəxr edirəm ki, elə sizin aralarınızda mən də sizin bilgiyəm. Mən bundan sonra çalışacağım ki, bütün tədbirlərdə olum ki, yəni tanıyaq birbirimizi. Səlyana da kimin yolu düşsə, bir qardaşımız kimi həmişə qulluğunuza hazıram, həmişə. İnşallah. Belə gecə gündüz qulluğunuza hazıram, belə nə problem olsa. Balıq qonaqları inşallah. Sizlər Səhər müəllim minnətdaram. Olsun. Biz keçən iclasımızdan sonra səhəri gün mən getdim Salyandan, Salyan təşkilatıyla görüşdüm, yenidən qayıtdım Bakıya. Mən gələcəkdim, mən də Naxçıvanda oğlumun yanına getmişdim, amma gəlməliydim. Burada gəlib görüşəcəyik. Kamal müəllim də artıq 2-3-cü aydır ki, bu işə başlayıb, fəaliyyətləri də yaxşıdır. Köhnələri də başlamışam, elə təzə o. Rızan müəllim, buyur. 4 dəfə qətərdir.